Sualımız yuvarlaqlaşdırma haqqındadır və bu tipli suallar həm 3-cü siniflərin, həm də 4-cü siniflərin qarşısına tez-tez çıxacaq suallardandır. Ona görə bunun da izahını verəcəm. Sualımız belədir. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 2670 alınan ədədin ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Biz bunu yuvarlaqlaşdırmada qaydaya əsasən getsək, ədədin bizim üçün çox önəmi yoxdur. Burada ixtiyari hər hansı bir ədəd olur olsun. Yəni bizim alacağımız cavab eyni olacaqdır. Biz əsas diqqət edirik. Onluqlara qədər yuvarlaqlaşdırma deyir və ədədin ən böyüyü ilə ən kiçiyinin fərqini tapın deyir. Bu zaman qaydaya əsasən onluqlara qədər dediyi üçün sadəcə 10-la çıxırıq 1-ini və tapırıq 9. Yəni cavabımız 9-dur. İndi gəlin bunu daha aydın açıqlayaq. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 2670 alınan ən böyük ədədimiz olacaqdır. Yenə də qaydaya əsasən bunu tapmaq üçün 2670-in üzərinə gəlirik 4. Ən böyük olur 2674. Ən kiçiyini tapmaq üçün isə 2670-dən çıxacağıq 5-ini. Və bu olacaq 2665. Yəni, burada 2674 onluğa qədər yuvarlaqlaşdırdıqda 2670 edən ən böyük ədəddir. 2665 isə onluqlara qədər yuvarlaqlaşdırdıqda 2670 edən ən kiçik ədəddir. Bizə nə demişdi? Bunların fərqini tapın demişdi. Deməli, biz burada 2674-dən çıxacağıq 2665-in. Bu da edəcək 14-dən 5 çıxırıq 9.